Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli ala Muhammed və ali Muhammed. Selamun aleykum və rəhmətullah dostlar. Hər vaxtınız xeyir olsun. Yəmani cəryanı haqqında danışırdıq. Bu cəryanın digər cəryanlarla oxşar cəhətlərinə toxunurduq. Ötən verilişimizdə bahailərlə bunların oxşar cəhətinə işarə etdik və çoxlu oxşarlıqların olduğunu izləyə bildik və müşahidə edə bildik. İndi bu günləri inşallah vəhhabilərlə, sələfilərlə yəmanilərin oxşar cəhətlərinə işarə edirik. Baxın, biz bilirik ki, sələfilər dini anlamaqda Quran-ı Kərimin və sünnənin və səhabələrin sirəsindən zahirinə əməl edirlər. Yəni, zahirə çox söykənirlər. Ümumiyyətlə, sələflərin prinsipləri, əsasları zahir və nəsdir. Zahiri ayələr, sahabələrin zahiri sözləri, Həzrət Peyğəmbərin zahiri sözləri və ona görə də onlar əqli kənara qoyurlar və məsələn, kəlama icazə vermirlər, kəlam bəhslərinə, fəlsəfəni haram bilirlər, kəlamı da İbn Teymiyyə inkar edir, məntiqi də hətta deyir ki, məntiq elmi də mənasızdır, gəlir, vurur, tənqid edir, onun barəsində kitab da yazıb və əlbəttə bu nə vaxtdan başladı Əhməd İbn Həmbəldən başladı da bu cəryan, amma İbn Teymiyyənin zamanında artıq rövnəq tapdı və təbii ki, Muhammed İbn Əbdülvəhhabın zamanında demək himayə olundu və bir növ rəsmiləşdi və çoxlu tərəfdara malik oldu himayə vasitəsilə, ingilislərin himayəsi vasitəsilə. Eyni ilə bunlar necə ki, əqli kənara qoyurlar və zahirə çox əsaslanırlar. Məsələn, iddialar da budur. Məsələn, əql naqisdir, dərk eləyə bilməz, olduğu kimi şeylə qəbul elə. Ona görə məsələn, təvəssül məsələsini, təbərrük məsələsini, Allahın sifəti, xəbəri sifətləri hamısını gəlib zahiri kimi qəbul edirlər və deyirlər ki, olmaz məsələn təvəssül, şirk filan. Əhməd İsmail də elə bu formadadır. İfrat dərəcədə zahirə əməl eləyir. Ağıldan qaçır və Əhməd İsmailin elə zahirə əməl etməyinin mənası Quranın təhrif olunmasıdır, inanmaqdır. Əhməd İsmailə görə Quran-ı Kərim təhrif olunub və məntiq elmini deyir, kənara qoymaq lazımdır. Usul elmi, batil elm də onu kənara qoymaq lazımdır və öz müxaliflərini təkfir edir. Təkfir çox güclüdür. Əhməd İsmaildə eyni ilə vəhabilərdə olduğu kimi. Və həmçinin necə ki, biz baxsaq çox maraqlıdır. Qərzavi adında bir şəxs var. Bu Qərzavi Misirlidir, böyük alimlərdən biridir. Çox bəsirətli insandır. Həqiqətən gedin onun barəsində araşdırma aparın. Qərzavi orada gəlir, deyir ki, biz baxanda görürük ki, sələfilərin 6 dənə xüsusiyyəti var. Əhməd İsmaildə də bunu tapmaq olar və yəmanilərdə də. Birinci xüsusiyyəti nədir? Dini nəsləri, mətinləri zahiri və hərfi mənada təfsir etmək, olduğu kimi təfsir etmək. Bu onların birinci xüsusiyyətidir. İkinci, fiqhi məsələlərdə, hökmlərdə çətin tutmaq, yəni çox çətinləşdirmək. Üçüncü, bunlar öz fikirlərini, öz nəzərlərini deyəndə, bəyan edəndə çox təkəbbürcəsinə və qürurla bu işi görürlər və dəfələrlə, hətta bəzi dostlar mənə deyir ki, bunlar danışanda elə danışırlar, yəni çox qürurlu, yəni haqdırlar da, tamam da bitdi, budur, bu deyil, bundan başqa deyil, başqa tərəfi təhqir eləmək və bu cür həqiqətən buna çox gözəl yetişib Qərzavi. Və daha sonra müxalifləri şiddətli şəkildə, yəni onlara müxalif olanları çox köput və şiddətli şəkildə inkar eləmək və özündən uzaqlaşdırmaq. Ona görə rahat şəkildə deyir ki, sən kafirsən, sən kafirsən, ay təbliğ elə, ay yola gətirib elə şeylər yoxdur. Və müxalifləri təkfir eləmək, bunların ən şeylərindəndir, yəni üslublarındandır, tanınmış üslublarından və həmçinin fitnə yaymaqda rahat, yəni fitnəni yaymaq və bu işdə səhlənkarlıq etməmək, fitnə yaymaqda da bunlar məşhurdurlar. Və Əhməd İsmailə də baxanda görür ki, bunların hamısı var. Hamısı Əhməd İsmail və onun tərəfdarlarında var. Və həmçinin bunlar sələfilər təqlidi qəbul etmirlər. Məsələn, baxmayaraq ki, Əhlüsünnə bilirsiniz də, Əhlüsünnə Hənəfi var, Maliki var, Şafii var və Həmbəli var. Onları təqlid edirlər də.
Amma sələfilərdə təqlid yoxdur. Nə var? İttiba var. İttiba yəni tabe olmaq. Yəni baxırsan dəlillərə hansı üstündür, hansı dəlillə danışır, ona tabe olursan bir növ mükəlləflərin öhdəsinə qoyur bu işi. Ona görə məsələn deyir biz təqlid etmirik. Bu fiqhi məsələdir hətta. Və eyni ilə kimin gördüyü işi, əlbəttə bunun çox azınacaqlı nəticələri var bunun. Hərə bir öz ağlına gələni deyəcək, hərə öz düşündüyünü deyəcək. Məsələn, ona görə rahat şəkildə bir şeyi qəbul etmirlər. Məsələn, filan alim deyibsə, deyib də mən bunu qəbul eləmirəm. Və həmçinin Əhməd İsmaildə də bu məsələni görürük, təqlidi inkar eləyir və özünə dəvət eləyir, insanları özünə dəvət eləyir. Və digər məsələlərdən biri də bunlar dedikdə əqli arqumentə əsaslanmırlar, əqli kənara qoyurlar və hətta məsələn İbn Teymiyyə gəlir deyir ki, bu məsələdə kimsə desə ağıl əksinə deyir, ağıl desin, eybi yoxdur. Məsələn, deyir ki, ağıl gəlib deyir ki, axı, burada Allahın bu mənada cismin gərək qəbul edəsən. Deyir ki, eybi yoxdur, bu mənada cisimdirsə biz qəbul edirik. Hətta Allahın cism olmasına da inanır, əlbəttə xüsusi mənada. Və qeyd etdiyimiz kimi gəlib məntiqi inkar edir və məntiqin əleyhinə kitabda yazır. İbn Teymiyyə Ər-Raddu aləl-Məntiqiyyin adında bir kitabı var. Bunlar da gəlib məntiqi inkar edirlər. Və həmçinin bunlar məsələn ənbiyaların, övliyaların məqamına endirirlər, digər bəhsləri inkar edirlər. Məsələn, ölüblər, artıq onlar öldülər, çıxdılar, getdilər, onlardan nəsə istəmək şirkdir. Əhməd İsmail elə bu düşüncədədir. Və digər məsələlərdən biri də onlar məsələn hətta deyək ki, Həzrət Peyğəmbərdən şəfaət istəmək və digər məsələləri deyirlər ki, bunlar bütpərəstlikdir və şirk hesab olunur. Bu kimdir? Bu sələfilərlə kimlərin? Yamanilərin oxşar cəhətləridir. Görürsünüz də əsasən oxşar cəhətləri təkfirdədir. Təkfir edirlər, təqlidi qəbul etmirlər və həmçinin zahirə əməl edirlər. Zahiri mənasını götürürlər də bu mənada. Hər halda digər firqələrdən biri də ki, istəyirik bunun barəsində danışaq və oxşar cəhdini deyək, bununla da bəhsimiz bitsin. Əhmədiyyə və ya Qadiyani firqəsidir. Bu, Hindistanda yaranıb, Hindistan yarımadasında Əhməd Qadiyani adında bir şəxsdir. 1835-ci ildə dünyaya gəlib Qadiyan şəhərində. O, hər halda onun xüsusi kitab rəyləri var bu barədə. Münazirələri də var, məşhurdur və həmçinin ona hətta bəzi deyirlər 14-cü əsrin islahatçısı. Ona bu adı da verib, özü əlbəttə o adı özünə verib. Məsələn, o sonuncu Peyğəmbərin xatəmiyyətini qəbul eləmir. Yəni, Həzrət Peyğəmbər deyir ki, xatəm deyil və hər kəs bu işi görərsə, əlbəttə buna görə onu küfr, mürtəd hesab edirlər bəziləri. Hər halda bu inancdadır. O özünü hətta İmam Hüseyndən də üstün hesab edir. Deyir ki, mən İmam Hüseyndən də üstünəm və zamanəsinin Məsihidir və həmçinin təbii ki, Əhməd İsmail də elə bu düşüncədədir. Çünki Əhməd İsmail də özünü ənbiyadan üstün bilir. Çünki özünü Məhdi bilir və Məhdi imam da ənbiyalı peyğəmbərlərdən üstündür. Hər halda bunlar Əhməd Qadiyani vasitəsilə təqribən 100 neçə il bundan qabaq yaranıb və özünü bu şəxs də Mehdi adlandırdı. Mehdi adlandırır və həmçinin Məsih adlandırır. Yəni həm Mehdidir, həm Məsihdir. Və həmçinin dediyimiz kimi o nübüvvətin bitməsini qəbul etmir və deyir ki, mən nübüvvətə malikəm, amma zilli, kölgə mənasında qəribə şeyləri var, iddiaları var və Əhməd İsmail də elə bu iddiada bulunur, bu iddiada biz Əhməd İsmaildə görə bilərik. Hər halda hətta o iddiası budur ki, Allah Təbarək və Teala tərəfindən ona vəhy olunur ki, insanlar ondan beyət alsınlar və bəzi əhkamları gəlib dəyişdirib və məsələn İsa'nın göyə qalxmasını və digər məsələləri qəbul etmir. Deyir ki, İsa təzəlli eləyib. Yəni bu İsa'nın təzəllisidir daha doğrusu və İsa'dır da, özü də İsa'dır və digər iddialar da var. Bunun üzərindən keçirik. Deməli, bu oxşarlıqlarda biz Qadiyaniyyə ilə, Cəryani ilə, Yəmani Cəryan arasında bu oxşarlıqları nə edə bilərik? Görə
bilərik. Bu bizə kömək olur ki, bu düşüncə, yəni demək istəyirik ki, bu cür düşüncələr təzə düşüncə deyil. Buna oxşar digər düşüncələr də olub və bunların oxşar cəhətləri də eynidir, himayə olunurlar. Məsələn, qərb qüvvələri tərəfindən və təqribən eyni yolu gedirlər. Sanki bir mənbədən bunlar ilham alırlar. Bu qədər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.